Əziz qardaşlar, əziz izləyicilər, xoş gördük hər birinizi. Əziz qardaşlar, buyurun baxın, bax belə kasıbmalı balalı qoyunlar çıxdı satışa. Hamısı balalıdır. 30 baş balalı qoyunlar əziz qardaşlar. Hamısı da doğmuş qoyunlar. Buyurun baxın. Yani yaşlı qoyundur da. Hamısı da balalıdır, maşallah olsun. Sortu da göz qabağından. Görürsünüz. Ay maşallah. Qoyun özü canlı qoyundur, bala saxlayan qoyundur. Maşallah olsun. Bax yerində elə paşda 3 litr süd var. Görürsünüz. Bax bir qapında eyvandır. Yəni qardaşa pul lazım deyin satır. Görürsünüz, maşallah olsun. Bax belə balalı qoyunlar. Buna bax. Ay maşallah. Görürsünüz nədir bunlar. Ay maşallah olsun, süperdir. Kuzularına bax, hamısı boz kərə. Görürsən. Bax kasıb malıdır. Ən yaxşı bala saxlayan ama bax belə qoca qoyundur. Yəni bunu bilənlər bilir də. Yaxşı bala saxlayan qoca qoyundur. Şeh bala saxlayanmır. Ən yaxşı bala saxlayan qoca qoyundur. Bunu bilən bilir də, bilməyən də bilsin. Yaxşı bala saxlayan qoca qoyun olur. Çünki qoca qoyun südlü olur. Südlü qoyunda bala saxlayır. Hamısı bax belə südlü qoyunlar. Görürsünüz. Yelinlərin görürsünüz. Ay maşallah. Qiymət də münasibi. Həqiqətən su qiymətinə. Yəni qiymət münasib. Kim istəyir əlaqə saxlasın. Qoca qoyunlar da baba.